Vaxtınız xeyirli olsun mənim dəyərli izləyicilərim və bizi sevən hər bir kəs. Mən sizi bu günlərim Rasim Abdülkərimlə tanış etmək istəyirəm. Hansı ki bu günlərim ən sevilən toylarda, hər yerdə hit mahnılar olan Xanım Anam mahnısından söhbət gedir. Həmin mahnının müəllifi, həmin mahnının yazıcısı bax bu bəydir, Rasim bəydir. Haqq, ədalət öz yerini tapdı və bundan sonra inanıram ki, bizim çox gözəl mahnılarımız olacaq, ərsəyə gələcək və mənim sənət dostlarım da hamısı inanıram ki, Rasimə müraciət eləyəcəklər ki, o gözəl mahnılardan siz də oxuyasınız. Mən xain adam deyiləm, siz də müraciət edin və gözəl mahnıları var Rasimin həqiqətən. Kimin səsi var? Gözəl səsi varsa müraciət eləsin. Səsi olmayanlara Rasimdə elə mahnılar yoxdur, düzdür Rasim? Çünki sən ürəkdən yazırsan, sənin musiqilərində hamısı xalq mahnılarıdır. Ona görə də mənə elə gəlir, Rasim möhtəşəm bir yazıcıdır və haqq ədalətdə öz yerini tapdı. Rasim, bu mahnı sənin mahnındır. Heç kim heç nə deyə bilməz və sözü sənə verirəm. Təşəkkür edirəm Mehriban xanım, mən də hər kəsi salamlayıram. Mehriban xanım demişəm, şükürlər olsun Allaha, haqq ədalət öz yerini tapdı. Mən bu Xanım Anam şeirinin müəllifi olaraq danışıram. Bu gündən sonra bu mahnı rəsmi olaraq Mehriban xanımın olur. Bu mahnıdan ötürü müraciət edən artıq mənə yox, Mehriban xanıma müraciət eləsin. Və sizin səsinizdə də çox gözəldir. Sizə uğurlar arzulayıram. Təşəkkür edirəm, çox sağ ol, Allah razı olsun. Xeyirli olsun. Təşəkkürümü bildirirəm. Sağ ol.